Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizinlə yeni bir verilişimizdə, ictimai siyasi müzakirə verilişində efirə gəlmişik və sizi bugünkü efirimizdən salamlayırıq. Bugünkü günümüzün efirində bizim mövzumuz bir çoxlarına, necə deyərlər, bugün günün mövzusu olan bir məsələdir ki, biz də bunu ilk verilişimizdə bu məsələ ilə, bu müzakirə ilə verilişimizə başlayırıq. Verilişimizdə qonağımız da var. Qonağımız da elə bir şəxsdir ki, hər birinizin tanıdığı, hər birinizə tanış olan bir simadır. Şirin müəllim Cəfərli Gündəm Xəbər saytının baş redaktorudur. Hal-hazırda da mənimlə bu günkü müzakirə verilişində, ictimai siyasi müzakirə verilişində bir yerdə bugünkü günümüzdəki olan gündəm hadisəni birlikdə müzakirə edəcəyik. Şirin müəllim, xoş gəlmisiniz bizim studiyamıza. Sağ olun ki, dəvətimizi qəbul elədiniz və bizimlə bugünkü ictimai siyasi müzakirə verilişində birgə gəldiniz ki, bugünkü gündəm olan, yəni hörmətli izləyicilər, qeyd etmək istəyirəm ki, bugünkü bizim gündəmimiz olan Azərbaycan Respublikası Prezidentinin keçmiş icra aparatının rəhbəri Ramiz Mehdiyevin ölkədə, yəni bugün əsas gündəm olan onun həbsi ilə bağlı, ona açılmış cinayət işi ilə bağlı olan mövzudur. Şirin müəllim, siz nə deyərdiniz bu barədə? Siz də beləncəginə bu insanı yaxından, uzaqdan tanıyan bir şəxssiz. Artıq uzun illərdir, uzun zamandır ki, siyasi elitada, siyasi meydanda sizin də bir addımlarınız olub. İstəyərdik ki, sizinlə birgə bu verilişdə həmin bu məsələni bir müzakirə edək. Çox sağ olun dəvət etdiyinizə görə və ilk öncə mən izləyiciləri salamlayıram. Vaxt itirib bizi izləyəcəklər, bizə vaxt itirəcəklər. Ona görə hər birinə təşəkkür edirəm. Deməli, Rövşən müəllim, Ramiz Mehdiyev 1995-ci ildən prezident aparatının rəhbəri vəzifəsinə təyin olub və orada o çox böyük səlahiyyətə malik olubdur. Və demək olar ki, ölkənin bütün yönetimlərini, bütün idarəçiliyi onun əlində olubdur. Yəni, hüquq mühafizə orqanlarından tutmuş da bütün nazirliklərə qədər. Hər kəs ona biət edirdi, hər kəs onun qarşısında aciz idi. O elə bir struktur, elə bir fon yaratmışdı ki, ondan çəkinməmək, ondan qorxmamaq, yəni bu söhbət dövlət məmurlarından gedir. Ondan qorxmamaq, çəkinməmək mümkün deyildi və bütün rayon icra hakimiyyətlərinin hamısı birbaşa ona tabe idi. Yəni, bir dənəsi belə kənarda deyildi. O vaxtı demək, bu prezident administrasiyasına rəhbər, prezident administrasiyasına ərazi idarə etmə üzrə şöbə müdürü gətirildi, Zeynal Nağdəliyev. Və Zeynal Nağdəliyev çox, belə deyək də, yəni özünə görə bir talantı, idarəçiliyi və bacarığı, savadı olan bir insandır. O da ora elə-belə yerə gətirilmədi. O xüsusi ora gətirildi və prezidentin birbaşa öz istəyi ilə, öz razılığı ilə gətirildi. Və burada vəziyyət artıq başladı. Proseslər, qısqanclıqlar yanmağa, proseslərin qızışmağa başladı. Və burada məqsəd nə idi? Məqsəd ondan ibarət idi ki, Ramiz Mehdiyevin bu səlahiyyətləri zəifləndirilməli idi. Yəni, Ramiz Mehdiyevin artıq o vaxtdan bu işi, çünki Ramiz Mehdiyev çox, belə deyək də, qırmızı xəttləri keçmişdi. Və ölkədə kimsə heç kimi saymırdı. Bir imperiyasını qurmuşdu. Bəli, kimsə bir imperiya var idi, hörmətli izləyicilər. Kimsə ölkədə heç bir işi, yəni belə deyək də, qanun çərçivəsində, məsələn, tutaq ki, mən hər hansısa bir bizneslə məşğul olmaq istəyirəm, hansısa bir biznes bir obyekti yaratmaq istəyirəm. Onunla bağlı dövlətin qanunu var, qaydası var. Mən oradan qeydiyyatdan keçməliyim, lisenziyamı almalıyım, rüsumlarımı keçməliyim və işimə başlamalıyım. Amma bunların hamısı, belə deyək də, arxa plana atırırdı, formalin olurdu. Burada Ramiz Mehdiyevin razılığı olmadan bir kimsənin böyük biznes yaratmaq imkanı məhdud olurdu. Məsələn, yəni xeyir duası mütləq. Bəli, o dövrlərdə bir... O devrə görə onun bir xeyir duası lazım idi ki... Hə də o dırnaqarası xeyir duası lazım idi. O dövrdə bir nəfər Rusiyadan gəlir, imkanlı bir Azərbaycanlıdır. Gəlir burada hər hansısa bir biznes işlərinə məşğul olmaq üçün bu iş yaratmaq istəyir. Yəni, təbii ki, bunun məqsədi ondan ibarətdir ki,
bir iş yaratsın, o işdə insanlar işləsin, yəni aylıq qazançlarını əldə eləsinlər. Bu işə başlayır, gedir bütün dövlət qurumlarının icazəsini alır, rüsumlarını keçirir və yerin, ərazinin hamısını yerin, bunu bir restoran, yəni şadlıq evi tikdirir. Bu tikdirən vaxtı bu iş gəlir yarıya çatanda, bir 3-4 nəfər cavan oğlanlar gəlirlər ki, bəs siz ağsaqqalla görüşübsünüzmü? Ağsaqqalın razılığını alıbsınızmı? Ağsaqqal da bu gedirmiş. Bu da deyir, Ramiz Mehdiyev. bəli. Bu da deyir ki, ağsaqqal axı kimdir ki, mən dövlətin icazəsini almışam, mən belə deyək də, ağsaqqal da dövlətdir, qarasaqqal da dövlətdir. Mən dövlətin icazəsini almışam, mən bu işlə məşğul olurum və bu işi qururam. Deyir, yox, siz ağsaqqalın icazəsini almamış bu işə gedə bilməzsiniz. Nəsə, bu eşitmir da, gedir, yəni işini davam edir. Bir dəfə, iki dəfə axır eşitmir, sonra o adam yoxa çıxır. Həmin o Rusiyadan gələn iş adamı yoxa çıxır. Bilmirəm, Rusiyaya qayıdır, çıxır, gedir, daha bir də buralara üz döndərmir, yoxsa bu ortadan götürülür. İndi onu mən o dərəcədə daha dəqiq məlumata malikdir. Amma fakt odur ki, o iş yarımçıq qalır və ortadan götürülür, yoxa çıxır bu adam. Bax, belə şeylər var idi və hər hansısa bir bina tikən insan, tutaq ki, bina tikdirir, onun ikinci mərtəbəsinin tamamilə Ramiz Mehdiyevə hədiyyə eləməsəydi o binanı tikə bilməzdi. İkinci mərtəbəsi. Bəli, özdə konkret ikinci mərtəbəsi Ramiz Mehdiyevə verilir. Niyə bu ancaq ikinci mərtəbəni O birbaşa onun özünün istəyi idi. O istəyə də uyğun, hə. Yəni mən birinci də olmasam ikinciyəm. Bəli, yəni ikinci mərtəbəni buna verilməli idi ki, tamamilə o binanın ikinci mərtəbəsi tamamilə o ərazi verilməli idi ki, bu bina tikən işini görə bilsin. Bəli. Yəni belə şeylər həqiqətdir də bu. Faktdır, həqiqətdir. Əlbəttə ki, bunun bütün prezident aparatında, yəni o vaxtdan prezident aparatında, elə başda prezident olmağın özündən hamı bilir bunu. Hər kəs bilir ki, Ramiz Mehdiyevin istəyi, niyyəti nədən ibarət olubdur. Və bu günlərində görürsün, var. Amma o vaxt onun elə bir gücləri, çakıları var idi ki, yəni dövlətə təsir eləyə bilirdi də. Bu indi reallıqdır. Yəni biz bu həyatı yaşamışıq. Yəni o istədiyi barmağını basdığı yerdə elə bir ki, necə deyirlər, ot düzərmirdi. Yəni, Azərbaycan hökumətinin belə deyək də ikinci şəxsi sayılırdı bu adam. İkinci şəxsi sayılırdı və o qədər səlahiyyətlər bunda var idi ki, bəlkə də bunun o belə deyək də göstərişləri, səlahiyyətləri bəlkə də prezidentdən də artıq idi. Çünki niyə? Bu dövlətin gücündən, dövlətin resurslarından istifadə edirdi, dövlətin büdcəsindən istifadə edirdi, hətta özü üçün bir komanda da yaratmışdı, media komandası. Hər kimdənsə xoşu gəlmirdisə, onu mediada qaralaya bilirdi. Şirin müəllim, onu qeyd eləmək istəyirəm. Bax, çox düzgün vurğuladınız. Həmin o komandanı birbaşa idarə edirdi Əli Həsənovun əleyhinə. Təbii ki, Əli Həsənov birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə işlədi. Yəni o birbaşa onlar bir-birinin, üzr istəyirəm, ağızlarından udurdular sözü. Təbii elə idi. Ramiz Mehdiyevin yəni əsas ruporu Əli Həsənov idi. Orada o bütün ictimai-siyasi məsələləri, media məsələlərini Əli Həsənov idarə edirdi. Və Əli Həsənov da çox böyük nüfuza malik idi, yəni səlahiyyətə malik idi. Hətta Əli Həsənov bir düyməni basanda ona prokuror da hə deyirdi, polis də hə deyirdi, məhkəmə də hə deyirdi, istədiyi adamı istədiyi vaxtı tutura da bilirdi, onun başını qarışdıra da bilirdi, onu öz işindən ayıra da bilirdi. Yəni əllərində o qədər güc, o qədər imkan var idi. Səlahiyyətə malik idi. Demək, həmin o dövrlərdə prezident administrasiyasında şöbə müdiri var idi, Elnur Aslanov. Elnur Aslanov çox mədəni bir insan idi və o həm də işinə məsuliyyətli bir insan idi. Heç kimə zərər verən adam deyildi. Heç kimə, yəni belə deyək də, bir aqressiv adam deyildi. Çox belə normal, mədəni, tərbiyəli bir insan idi. Onun adını Nurçuların böyüyü qoymaqla, yəni Nurçu, o da bir o vaxtı Türkiyədə bu Nurçular məsələsi meydana gəldi. Hə. Ondan sonra bu Elnur Aslanovun Nurçu, bəli, Abdullah Gülən, bu Elnur Aslanova bir Nurçu damğası vurmaqla onu Azərbaycanda çox böyük bir, deyək ki, Azərbaycana bu göyə ki, böyük bir zərərlər vurubdu. Azərbaycanda öz üçün bir hakimiyyət qurubdu, nə bilim, Nurçu dəstəsi. Bu komandadan olmadığına görə. Bəli, o heç vaxt bu komandada olmayıbdı. Yəni bu komanda ilə gəlməmişdi. Ayrıca o təmiz, normal işləyən məmur idi.
O təmiz, normal işləyən bir məmur idi. Və Ramiz Mehdiyevin dəstəyi ilə prezident adımı, amma onun Elnur Aslanovun prezident aparatında bunlara atdığı o negativ addımlara qarşı bir əks bir addım da atırdı, bir onları yollarından yığışdırırdı. Bunlara da bu sərf eləmirdi. Yəni bunlara bir sipər olmaq istəyirdi. Bəli, Elnur, bəli, onu özünün qabağına bir çəpər çəkdi. Bəli, onu oradan belə deyək də şər, böhtan, nə bilim nələr prezidentə də əlavə məlumatlar, prezidentə yalan məlumatlar və bunu elə elədilər ki, bu adam oradan işdən kənarlaşdırıldı. Prezident administrasiyasından kənarlaşdırılandan sonra bunun qol putağı açıldı. Yəni Ramiz Mehdiyev o yerindədir. Əli Həsənovun da daha geniş qol putağı açıldı və Əli Həsənov başladı artıq ondan sonra bir Mətbuat Şurası yaratdı. Mətbuat Şurası təbii ki, Əli Həsənovun belə deyək də xeyir duası ilə, onun dəstəyi ilə, onun adamları ora əsasən yerləşdirildi və Mətbuat Şurası bir qeyri-hökumət təşkilatı idi. Bunu gətirdi, elə bir səviyyəyə qaldırdı ki, sanki bu Mətbuat Şurası hansısa bir dövlətin bir nazirliyi idi. Yəni o eyni zamanda da Mətbuat Şurası həmin illərdə, həmin zamanlarda Şirin müəllim mətbuata de facto nəzarət eləyirdi. De jure olmasa da de facto nəzarət eləyirdi. Qərarlar çıxardırdı, kimini reket jurnalist, kimini qara siyahıya salırdı, ağ siyahı düzəldirdi. Bax belə şeylər də var idi, hörmətli izləyicilər. Nə bilim, onlar hətta onlar bir belə deyək də bir məktub hazırlayırdılar və o məktubu göndərirdilər prokurorluğa və yaxud da ki polisə, harasa göndərirdilər ki, bu media haqqında məsələn araşdırmalar aparılsın. Mənim 2012-ci ildə mənim rəhbərlik etdiyim Gündəm Xəbər qəzeti redaksiyasına qarşı bunlar belə bir addım atdı. Çünki bu mənim başıma gəlib, mən bunları yaşamışam. Ona görə o addım atırdılar ki, Gündəm Xəbər qəzeti yeni çapa başlamağına baxmayaraq genişlənirdi, yəni sayı, tirajı artırdı, insanlara yəni biz düzgün yazırdıq, səhv yazmırdıq. Nəyi var? Həqiqəti yazırdıq. İnsanlar bizi oxuyurdular, maraqla oxuyurdular, bizim qəzeti qəbul edirdilər. Günü-gündən də tirajımız artırdı və bu təbii ki, Ramiz Mehdiyevi qane etmirdi, nə də Əli Həsənovu. Çünki onların özlərinin əllərində də qəzetlər var idi. Adı müxalifətdə özü bunların yanında. Belə qəzetlər, zatlar var idi. Onların mən üstəliyirdim deyə onlar məni vururdular. İmkan vermirdilər ki, mən irəli gedəm. Çünki mən tam müstəqil idim. Nə hökumət idim, hökumət qəzetinin də müstəqil qəzet. Yəni pressa, media nə deyilən şey isə mən onun özünü qoymuşdum ortaya. Tam müstəqil formada mən bu işə başlamışdım və başlayanda da mən ölkə qəzetlərinin hamısını düzdüm qarşıma. Hələ qəzet işıq üzü görməmişdik. Düzdüm qarşıma. Və xarici mətbuatları da düzdüm qarşıma. Mən elə etdim ki, mən nə dizaynda, nə hansısa bir formada mən qəzetlərə oxşamayım. Mən daha bir yenilik gətirdim, daha bir dizayn gətirdim, media qoydum və bu da uğurla həyata keçdi və qəzetim oxunaqlı oldu. Və bundan sonra bunlar dövlət büdcəsindən KİVDF adı altında başladılar özlərinə sərf eləyən media qurumları, media rəhbərləri ətraflarına topladılar və onlara başladılar pul buraxmağa. Özü də yüksək səviyyədə pul buraxırdılar. Xeyli miqdarda vəsaitlər aldı. Amma onda belə deyək, biraz da qanunlaşdırılmışdılar. Sonra gətirdilər bizim bir qəzet satan var idi Azər Mətbuat yayımında, Vüqar Səfərli. Vüqar Səfərli bizim həmişə qəzetlərimizi satışı ilə məşğul olubdu. Amma Vüqar Səfərlini gətirdilər, birbaşa prezidentin fərmanı ilə qoydular kütləvi informasiya vasitələri Dövlət Dəstəyi Fondunun icraçı direktoru. Birbaşa prezidentin təyinatı ilə. Bunu Əli Həsənov edir. Bəli. Vüqar Səfərli o qədər savadsız bir insan idi ki, mən Vüqar Səfərlini çox yaxşı tanıyıram. Çünki bizim onlarla bu qəzetimizin açıq hesabına aparmışıq. Mənim o ilə bir neçə dəfə söhbətim olub. Onun hətta savad deyilən şey onun üçün yad bir bəli, danışıq qabiliyyəti yox idi. Danışıq qabiliyyəti var idi. Bəli. Nə bilim, üzr istəyirəm, almaya armud deyən adam idi o, belənçiginə armuda da nar deyən adam idi. Yəni, təbii. Bu meyvələri aid edə bilməyən bir insan idi. Çox təəssüf olsun, hörmətli izləyicilər.
Əli Həsənov, Ramiz Mehdiyev cütlüyü belə insanları, belə təcrübəsiz, savadsız insanları Azərbaycanda yüksək səviyyəli, yüksək vəzifələrə gətirib çıxarmışdılar. Onlar ölkəyə nəinki istir Əli Həsənov, istir Ramiz Mehdiyev ziyan vurmadı. Bugün onların nəinki ev dustaqları, həbs olunmaları, bütün o yığdıqları dövlətin, yəni onların nəyləri var idi ki əllərində? Kasıb insanlar idilər, gəldilər dövlətin əlinə, dövlətin hesabına, dövlətin o necə deyərlər imkanları sayəsində bütün özlərini böyük oliqarxlar, böyük nə bilim Rockefellerlər, Rothschildlər səviyyəsinə gətirdilər, çıxartdılar. Milyonları, milyardları taladılar. Bax bugün onların həbs olunması, bugün onların saxlanılması, bugün onların var dövlətinin alınması haqqdır, ədalətdir. Yəni bu o deməkdir ki, haqq ədalət artıq öz yerini tapır. Deməli, Rövşən müəllim, bunların o vaxtı gördükləri işlər, yəni bu media üzərində qurduqları bir imperiya var idi. O imperiyadan da çox belə səmərəli də istifadə edirlər, özlərinə məxsus. Dövlətin büdcəsini yaxşıca yağmalayırdılar. Dövlətin büdcəsindən 100 minlər yox, milyonlar çıxardırdılar. Adını qoydular ki, biz media saxlayırıq və xarici, sonra bunlar xaricdə yaşayan, mühacirət edən QHT nümayəndələri var idi, media nümayəndələri var idi, digər adam, mediaya QHT aidiyyəti olmayan bəzi başqa adamlar da var idi. Və bir neçə adamlar girib oradan başladılar, bunlar Azərbaycana qarşı, indi bəlkə də heç onlarla danışmırlar, bəlkə də buradan elə bir şey yaradırdılar ki, onlar məcbur olub bunlara söyməli olurdular. Bunlar da adını qoyurdu ki, bu prezidentə söyür, ona söyür, buna söyür. Hətta belə bir söhbət gəzirdi ki, yəni o söyüş kampaniyası ilə məşğul olan qruplar var idi. Onlar Ramiz Mehdiyevin, Əli Həsənovun xeyir-duası ilə orada fəaliyyət göstərdilər. Belə şeylər də var idi. Mən bunları 2013, 2014, 2015 və o illərdə mən bunların hamısını yazırdım. Necə oradan söyüşlər gəlir, burada prezidentə necə çatdırılır ki, biz o söyüş kampaniyasını və o xaricdən olan bizə qarşı, o hücumların qarşısını necə almalıyıq, biz burada belə bir şəbəkə yaratmalıyıq, biz o şəbəkə ilə onları susturmalıyıq və buna da bu qədər pulların da 3 milyon getdi büdcədən. Nə bilim nə getdi. Adını qoy. Amma fərdi insanlar, məsələn, ondan sonra troll şəbəkəsi yaradıldı Əli Həsənov tərəfindən. Troll şəbəkəsi yaradıldı və onlara aylıq, nə bilim, özlərinə nə lazımsa o pullar, müxtəlif məbləğlərdə onlara pullar verildi. Bir adam, məsələn, 5 dənə Facebook səhifəsi idarə etməli oldu, ayrı-ayrı adlarda. Bunlar oturur. Amma bunlar xaricdəki yaşayıb, oradan söyənlərə, oradan tənqid edilənlərə deyildi. Onlar buradakı məmurlara ləkə yaxılanda onlar dərhal meydana çıxırdılar və başlayırdılar sosial şəbəkəni. Hansı məmurlara? Ramiz Mehdiyevin xeyir-duası ilə vəzifə almış məmurlar. Normal məmurlara ki, kimə ki şər böhtan atılırdı, hansısa məmuru ləkələmək lazım idi, o məmurları bunlar bu troll şəbəkələri ilə vururdular. Və mən bunların bir neçəsində açmışdım və qəzetində də dərc etmişdim. Bəli, hətta o skrin eləmişdim, kimlər, hətta elə bir adamlar vardı ki, müxalifətin sıralarındaydı, amma bunlara xidmət edirdi və bunların tapşırığı ilə də hansısa bir məmurun əleyhinə yazı yazırdı. Hətta Mehriban xanımın əleyhinə belə yazı yazanını mən götürüb skrin elib qoymuşdum və bununla bağlı çox narahatçılıqlar da yaşandı. Hətta adam istəyirdi özünü intihar eləyə, axır ona başa saldılar ki, sən niyə özü öldürürsən ki, Şirin belə bugün elə bir vəziyyətdədir ki, onun dədəsi də burada olsa ondan yazacaq. Yəni sən get, rahat həyatını yaşa, qoy sənə sifariş verənlər özlərini assınlar. Belə şeylər görmüşdük, belə şeylər yaşamışdıq. Və bu KİVDF ayırdığı pullar, o mediaya ki ayırdığı pullar, o medialar həm bugün də işləyirlər. Bugün də Media İnkişaf Agentliyinin tərkibindədirlər, media reyestrindən də keçiblər, dövlətin də dəstəyini, yəni maddi dəstəyini alırlar. Bugün də Ramiz Mehdiyevin, Əli Həsənovun xeyir-duası ilə fəaliyyət göstərən o media subyektləri hal-hazırda da bu günləri yeni bir çətir altında fəaliyyət göstərilə bilir. Məsələn, 3-5% çıxmaq şərti ilə, 3-5% çıxmaq şərti ilə yenilir, amma bütün əksəriyyəti Ramiz Mehdiyevin, Əli Həsənovun qurduğu şəbəkə idi, qəzet, sayt, mətbuat, onlar hamısı bugün də orada işləyirlər. İndi mən ölkənin belə deyək də, Dövlət Təhlükəsizlik Xidməti var, mən bilirəm, onlar məndən də çox bilir.
Təbii ki, onlar özləri yaxşı bilir kim kimdir, kim hardadır, kim necədir. Amma bizə lazımdır ki, bu adamlar, bu zərərli adamlar ortadan tez götürülsün. Məsələn, mən 2012-ci ildən düz 2018-2019-cu ilə qədər, 2018-də getdi də hələ sonu. Ora qədər mən bu adamla kəllə-kəlləyə döyüşdüm. Heç kim onun haqqında yaza bilmirdi. Qorxu deyil, sanki hökumət ölkənin riyəsi odur. İlham Əliyevdən tənqidi yaza bilirdilər, amma ondan yazamırdılar. Belə bir vəziyyət yaranırdı. Bəli, yox. Ələsənovdan hələ. Ramiz heçdə Ramizin adını heç çəkənmirdilər. Ramizin adını kim çəkə bilər ki? Heç Ələsənovdan tənqidi yazı yazamırdılar. O vaxtı mən çıxmışdım ortaya, mən də tək qalmışdım. Məni nəşriyyatdan yerimdən çıxartmaq, otağımdan çıxartmaq, qazetimin çapına məhdudiyyətlər qoyulmağı, mətbəələrə tapşırılmaq ki, o qazet çap eləməyin. Belə də hətta Delta Telekoma bir rənglə o saytı bloklayın. Mənim saytım neçə vaxt blokda qaldı. Özüm 3 ay nəşriyyatdan, yəni öz ofisimdən kənarda qaldım. Mən çayxanada getdim, qazet çıxartdım. Bu apellyasiya məhkəməsinin qarşısında bir çayxana var. Mən o çayxanada oturdum, mən çayxanada qazet çıxartdım. Mən qazet, belə deyək də, standartından kənara çıxdım. Mən kserokopiya formasında qazet çıxartdım. Yəni qazetimi də tapşırmışdılar ki, mətbəələr bəli, heç kim vurmurdu. Heç kim qazetimi çap eləmirdi. Mən axırda məcbur oldum. Rezak şeylər var, bu maşınkalar. Orada mən kserokopiya, qazet A4 formatda qazet çıxartdım. İndi mən bilmədim mövzu gələcək. Mən onu gətirərdim, bir sübut kimi də göstərərdim, varımdır. Saxlayıram, arxivimdə var. Yəni qazetimin orada bir arxividir. Bir 3-4 nömrədə elə çıxmışam. Yəni bunlar istədiyi normal işləyən məmurları istənilən vaxtı ləkələyə bilirdilər. Onun haqqında negativ yazılar mətbuata ötürə bilirdilər. Əllərində ciddi media orqanları var idi. Sonra Facebooklarda, sosial şəbəkədə troll dəstələri var idi. Bunlar bu işlərlə məşğul idilər. Bugün də onlar işləyirlər. Hətta biri gəlib mənə burada Ələsənov çıxasın, deyir, mənim aylığımı indirdilər. Bir ara onların aylıqlarını indirdilər. Biri 7.000 pul alırdı ayda, onu indirdilər 3.500-ə. Və burada gəlib başlayıb mənə danışırdı, biraz narazılıq zad edir ki, mənim indirdilər, mən ondan nə saxlayacağım. Dedim, Allah siz 3.500 azmı puldur, get yaşadana bədbaxt ol, bədbaxt. İndi bilirik də o kimdir, nəçidir. Şirin müəllim, bir dənə məsələ var. Sözsüz ki, Dövlət Təhlükəsizlik Xidməti apardığı araşdırma nəticəsində Ramiz Mehdiyevin dövlətə qarşı xəyanəti, dövlətin əleyhinə hazırladığı hər hansı bir dövlət çevrilişi, yəni dövlət hakimiyyətin dəyişdirilməsi üçün atdığı addımları ortalığa çıxartdı və onun ev dustaqlığına məhkum elədilər. Hal-hazırda da ki, sözsüz ki, cinayət işi gedir. Bəs vaxtilə Ramiz Mehdiyevin xeyir-duası ilə vəzifədə oturmuş insanlar var ki, bugün, yəni Azərbaycanda demək olar ki, bəlkə bugün vəzifədə oturmuş insanların bir 20%, 30%, belə deyərdim ki, Ramiz Mehdiyevin xeyir-duası ilə o vəzifələrini bugün qoruyub saxlayırlar. Sabah Ramiz Mehdiyevə bunlar öz sədaqətlərini nümayiş elətdirib ölkədə hərci-mərcilik, hansısa bir çaxnaşma yarada bilməzlərmi? Bax, məsələn, bu çox aktual məsələdir. Bu insanları, bax, bugün hakimiyyətdən təmizləmək lazımdır. Məsəl üçün, bunun biz nümunəsini gördük 2016-cı ildə Erdoğan o, necə deyərlər, Avropanın qulu olan, Amerikanın qulu olan o dövlət vəzifələrində olan minlərlə insanlar var idi. 20 minə yaxın, 25 minə yaxın insanı vəzifədən kənarlaşdırdılar. Bu nümunə idi. Erdoğan onu, məsələn, Türkiyədə o 2016-cı il çevrilişindən sonra o addımı atdı. Bax, Ramiz Mehdiyev də bu günləri dövlətin əleyhinə bir çevriliş hazırlayıb və belə bir addım atıb və bu ifşa olundu. Və indi dövlət bundan sonra hansı addımları atmalıdır ki, məsələn, biz bunu bugün, hörmətli izləyicilər, bir daha qeyd edim ki, biz bugün Milli TV-nin ictimai siyasi müzakirə verilişində Şirin Cəfərli ilə, Gündəm Xəbər saytının baş redaktoru Şirin Cəfərli ilə yaranmış bu problemi, yaranmış bu məsələləri birgə müzakirə edirik. Bax, indi sualımın mahiyyəti odur ki, dövlət bundan sonra hansı addımları daha belə davamlı atsın ki, yəni bu bizim müzakirəmizdə, yəni bizim özümüz, yəni ictimaiyyətə, cəmiyyətə öz fikirlərimizi çatdırırıq ki, hansı addımları atsa ki, daha qənaətbəxş olar ki, dövlətimiz üçün, bugünkü hakimiyyət üçün və bugünkü mövcud vəziyyətimiz üçün bir problemlər, əngəllər ortalığa çıxmasın.
Deməli, belə deyək də, tək ki bu bir manipulyasiya olmasın, tək ki bu bir normal bir addım olsun. Əgər o deyilən o maddələrlə ki, həbs olunub o, məsələn, 178.1 dövlət hakimiyyətini ələ keçirmə, onu saxlama, bəli. 274 maddəsilə dövlətə xəyanət, bu balaca statya deyil, dövlətə xəyanət və 193.1.3.2 ilə də bunlar da gedir, çıxır. Deməli, cinayət yolu ilə əmlakı əldə etmək. Müxtəlif əmlakları əldə etmək. Bunlar ən ağır statyalardır. Ən ağır statyalardır. Məsələn, mən bir müqayisə eləmək istəyirəm. Bilirsiniz ki, Kanal 13 YouTube kanalı var. Kanal 13. Onun rəhbəri var Orucov. Nədir onun adı? Əziz Orucov. Bugün həbsdədir. Düzdürmü? Əziz Orucov niyə həbsdədir? Heç özünə ev tikdirmək istəyir də, yazıq bir sot yer torpaq götürür. Orada özünə ev tikdirmək istəyir. Dedilər, bu qanunsuz nə, dövlət, bunu götürə saldıra çələ. Ay kişi, əgər bu hadisələr baş versə, bugün Ramiz Mehdiyev niyə ev tutaqlığına buraxılır? Bu qədər təhlükəli, bu qədər belə cinayət törətmiş adamdırsa, nəyə görə bu adam ev tutaqlığına buraxır? Rahat evində oturur. Atardı, içəridə oturardı, nəzarətdə saxlayardı. 87 yaşı var, orada dözə bilməz. Yəni o şey var da, belə qanuna görə ev dustaqlığı müddətində, yəni həbs qəti imkan tədbiri müddətində, yəni pensiya yaşında olan insanlar, yəni o ev dustaqlığında keçirirlər. Ola bilər. Yəni o nöqteyi nəzərindəndir Şirin müəllim. Birincisi bu cinayətdir, ikincisi də ki, bu ən ağır cinayətdir. Ən ağır cinayətdir. Ən ağır cinayətdir. Yəni bu statya, bu dövləti bəli, dövləti cinayətdir və bu burada mənimsəmə, dövlət əmlaklarını əldə etmə, nə bilim, vətənə xəyanət, bunların hamısı balaca söhbət deyil bu. Elə belə söhbət deyil. Yəni bu varsa bunu niyə saxlamırlar və yaxud da ki, bunun əvvəldən niyə eləmirdilər? Bu adam 1995-ci ildən 2019-cu ilə qədər prezident administrasiyasının rəhbəri olur. Və bu adam yapışdığı yerdən də qopmaq bilmirdi. Bunu bir təri axırı yola saldılar. Bu gəldi 2019-cu ildə gəldi Milli Elmlər Akademiyasının prezidenti. Bilirsiniz, ora gəlməkdə məqsədi nə idi? O deyilsə çevriliş eləmək istəyib, nə. Bəli, o çevrilişi orada qaynatmaq istəyirdi. Hətta orada oturanda oranı bir, belə deyək, administrasiyaya çevirmişdi. Ora bəzi icra başçılar da gəlirdi, nazirlər də gəlirdi, Ramiz Mehdiyevin qəbulunda olur. Xeyr-duası ilə. Bəli, hamısı onun qəbulunda da olurdu. Orada bilindi, məsələ elə oradan da işdən azad olması, 2022-də də oradan göndərilməsi elə o səbəblər oldu əsasən. Bunun məqsədi o idi, bunun əsas məqsədi o idi ki, tələbə hərəkatı qaldırsın ölkədə. Bakı Dövlət Universitetini, oradan Milli Elmlər Akademiyasına daxil olan institutlar, bunları bu tələbə hərəkatını özünə məxsus qaynatmaq istəyirdi. Ölkədə bir xaos, bir mitinqlər yaratmaq istəyirdi. Onun məqsədi o idi. Ramiz Mehdiyev. Bəli, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına elə belə yerə prezident getməmişdi. O məqsəddən getmiş ki, bu hökuməti, İlham Əliyev hökumətini devirsin və tələbə hərəkatının əli ilə. Bunun məqsədi bu idi. Təbii ki, bəlkə də o şeyləri bilirlər, eləyirlər, bəlkə də onu aslamırlar. Qoyulan statyalarda o mənim o eyham etdiyim məsələnin bir ab-havası iyi gəlir. Yəni, bunların məqsədi bundan ibarət idi. İndi deyirsiniz ki, belə, məsələn, o vaxtı bunlara xidmət edən insanlar canfəşanlıqla, hətta onların ofisində belə işləyən adamlar, özlərinin ofisində işləyən adamlar yenə də bugün işləyirlər. Vüqar Əliyev. Həmin Vüqar Əliyev o vaxtı Əli Həsənov haqqında və yaxud da ki, Ramiz Mehdiyev haqqında, bunlar haqqında yox. Məsələn, tutaq ki, Moskva, İran haqqında tutaq ki, bəzi media biz yazırdıq, misal üçün. Mən onları eşitmirdim, heç vaxt eşitmirdim. Onsuz da mən millətçiyəm, mənim milli mövqeyim bəlli, məni hamı tanıyır. Mən yazırdım. İranda baş verənləri, Rusiyada baş verənləri, İran, Rusiya, Azərbaycana qarşı hansı təzyiqləri eləyir. Bunların hamısını biz yazırdıq. Amma bizə, tutaq ki, bizdən götürüb kimlərsə yazını qoyanda, dərhal Vüqar Əliyev zəh vururdu, həmin mətbuatdan o yazıları yığışdırırdı. Tez götürün onu. Adını da qoyurdu ki,
dövlətlər arası problemlər yaradır. Nə dövlətlər arası problemlər yaradır, nə danışsan? Bu birbaşa Azərbaycana qarşı olan məsələləri açıb ifşa edirik biz. Nə dövlətə qarşı? Dövlətimizə qarşı gələnlərin biz cavabını veririk. Yəni, dəfələrlə olub ki, İranla bağlı yazılar yazmışam. İran hətta mənə nota veribdir. Azərbaycan hökumətinə nota verib mənə görə. Əli Həsənovun adamları özləri elə İrana deyib ki, onsuz da onun hökumətlə də münasibəti yaxşı deyil. Siz nota versəz, onu tutub həbs eləyəcəklər, o nəsə şey olacaq. Amma sağ olsun ki, bizim o hökumətin təmiz nümayəndələri məni qorudular. Daxili İşlər Nazirliyinə xüsusi prezident aparatından tapşırıq gəldi ki, o media nümayəndəsindən normal şəkildə danışın, normal şəkildə araşdırma aparın, əsaslandırın və baxın nədir. Mənə də elə bəli, mənə də bunu açıqca izah elədilər, dedilər. Mən də normal şəkildə onlara izah elədim. Onlara rəsmi məktub verdim, necə baş veribdi və o nota nəyə görə verilibdi. İzahımı qoydum, ondan sonra mənlə məsələni bağladılar və onların cavabını verdilər. Yəni İranın burada mənə qarşı olan niyyəti baş tutmadı. İndi düz deyib biz deyirik ki, ölkəmizdə yaxşı məmurlar da var, işləyənlər də var, milli mövqeyi saf olanlar da var. İndi biz tanımasaq da hiss edirik ki, var. Bilirik bunu, hiss edirik. Yəni gedən proseslər göstərir. İndi bunların, məsələn, mən sizə bir arxiv göstərmək istəyirəm. Məsələn, demək, 21 iyun 2012-ci il. Bu Kaspi qəzetidir. Bəli, bu Kaspi qəzetidir. Bu Kaspi qəzeti Əli Həsənovun birbaşa himayəsi altında olubdur. Həyat yoldaşı da onun bəşir. Bəli, Əli Həsənovun həyat yoldaşı, bax, axıra reksi, həyat yoldaşı, deməli, təsisçi Sona Vəliyeva. Həmin qəzetin təsisçisi Sona. Hətta o vaxtı bu qəzeti elə bir fona, elə bir formaya qaldırmışlar ki, sanki bu qəzet ölkənin ən rəsmi qəzetidir. Dövlət qəzeti kimi. Azərbaycan, Respublika, nə bilim, xalq, bunun yanında heç nədir. Bəli, elə bir şey bu. Bu elə bir status qazanmışdı. Və o qəzetin baş redaktoru da ki, qəzetin birbaşa yönətimi yönəldəndir, qəzetin idarə edəndir, qəzetin bütün o yaradıcılıq heyətini hamısını formalaşdıran, onları idarə edən baş redaktordur. Təsisi kənardan pul verir. Amma baş redaktor əsas işlərlə məşğuldur. Səlahiyyət sahibidir. Bu da Əli Həsənova canla başdan xidmət edən baş redaktor Natiq Məmmədli. Natiq Məmmədli bilirsiniz kimdir? Bu günlərin medianın inkişafı agentliyində icraçı direktorun müavinidir. Əhməd İsmailovun müavinində orada əsas adam, yəni belə deyək də, təcrübəli media nümayəndəsi kimi, mediadan başı çıxan adam kimi orada oturub idarə etməklə məşğuldur. Bunu kim qoyub ora? Təbii ki, bizim ölkə rəhbərliyi qoyub da bunu. Bunu elə bir adamlar qoymur ki. Yəni deyirəm ki, Ramiz Mehdiyevin, Əli Həsənovun bu günlərim adamları işləyir. Özdə əsas strateji yerlərdə. Ölkə mətbuatı. Mətbuat ölkənin aynasıdır, güzgüsüdür. Mətbuat tanıtımdır. Amma oturub da orada Natiq Məmmədli medianın inkişaf agentliyində bu günlərim mətbuat üzərində böyük bir səlahiyyətə malikdirlər. İstədiyi mətbuatı belə sistemdə sustururlar, istədiyini işlədirlər. Bəli, bax, bunlar bu işlə məşğuldurlar və ölkədə normal, milli mövqeyi saf olan müstəqil mediaları birbaşa bu adamlar söndürürlər. Buradan budur, prezident administrasiyasında da siyahını verən, təlimatı göndərən də Vüqar Əliyevdir. Yəni, vaxtilə bunlar Ramiz Mehdiyevin, Əli Həsənovun xeyr duası ilə vəzifələr görüblər. Bəli, Vüqar Əliyev, Ramiz Mehdiyev, Əli Həsənovun müavini olubdur, şöbəsində işləyib, sonra müavini olubdur. Bunlar da bir kompleks şəkildə təbii ki, Ramiz Mehdiyevin xidmətçiləri olub, Ramiz Mehdiyevin kuratorları olublar. Görəsən, yenə də bu onlara qulaq asırlar, yenə də onların Təbii. Baxın. Mənim haqqımda, yəni mənim redaksiyam haqqında o vaxt bizim qəzet, yəni yeni işıq üzü görməyinə baxmayaraq, bizim qəzet çox normal bir fəaliyyətlə məşğul idi, tirajı qalxırdı. Bunlara da sərf eləmirdi, bunlar qıcıqlanırdı. Baxın, Rekord qəzet necə gündəlik nəşr olunur? İndi burada böyük yazılır, mən bunu da içini oxumuq vaxt aparmaq istəmirəm. Sizin həmin o devirdə fəaliyyət göstərdiyiniz qəzet var idi. Bəli, 2012-ci ildə bu mənim onda qəzetimin cəmi cümlətən
belə 2009 3 yaşı olur da, 3 yaşı tamam deyildi. Yeni bir qəzetə qarşı bu cür, yəni məqalə və bunu da prezidentin qarşısına qoydular. Prezidenti inandırmaq istəyirdilər ki, bu qəzet mafiyozlar tərəfindən idarə olunur. Mafiyozlar tərəfindən. Burada yazır ki, bu qəzeti geniş kontingenti var. Mənim, yəni Gündəm Xəbər qəzetinin. O mafiyoz qruplaşmalar tərəfindən maliyyələşdirilir və bunları hamısını deyir. O deyir, yalancının yaddaşı olmaz axı. Və arasından bir neçə il keçir. Gedir prezidentə kənardan bir xəbər çatdır, xəbərçilik eləyir ki, o qəzeti bəs deməzsənmi filankəs idarə edir. O filankəs də prezident aparatında prezidentə ən yaxın adamlardan biridir, ən yaxşı məmurlardan da biridir. Bax, bu gün də işləyir. Yəni sizin haqqınızda bəli, mafyoz həmin buradan mənim arxamda duran mafyoz qruplaşmadır. Və sonra da gedir deyir ki, sənin ən yaxın adamın var, etibar elədiyin, inandığın adam var. O qəzeti də o himayə eləyir. Bu iş uyğun gəlir. Ondan sonra prezident gördü ki, bu fırıldaqçının, yalancının biri, elə onunla da rədd elədilər, çıxdı getdi. Elə bu söhbət olmuşlardasa o işdən çıxa-çıx ərəfədən biraz qabaq. 2018. Hə, 2018. Yola saldılar, çıxdı getdi. Siz yalan ayaq tutur, amma yerimir. Belə şeylər var. Mən danışanda biz faktla danışırıq, sübutla danışırıq. Bu da bəzi adamlara sərf eləmir. İndi bu Azərbaycan hakimiyyətinin bugünkü hakimiyyətdə idarəçilərdən var ki, bəli, Ramiz Mehdiyev xəttinə xidmət edib, Əlasunov xəttinə xidmət edib, amma işləyirlər. Elə Natiq Məmmədli oturub medianın inkişaf agentliğində, Vüqar Əliyev də oturubdu prezident administrasiyasında, ictimai şöbədə. Bunlar da vaxtilə Ramiz Mehdiyev və Əli Həsənova sadiq olmuş insanlardır. Sadiq olmuş insandır. Vüqar Əliyev mətbuatla bağlı nə bilir? Vüqar Əliyev olan yerdə, Natiq Məmmədli olan yerdə və ondan da kənar digərlər olan yerdə Azərbaycanda nə media inkişaf edə bilər, nə Azərbaycanda nüfuz qalxa bilər. Prezident o qədər işləsin ki, xarici siyasəti, daxili siyasəti o qədər yüksək belə qaldırsın ki, amma ölkə mətbuatı axsayırsa, onun heç birinin bir faydası yoxdur. Əsas sənin ətrafında mətbuat, sağlam mətbuat olmalıdır. Sağlam mətbuatda sağlam informasiyalar çatdırmalıdır. Və o sağlam mətbuat dünya arenasında ən azından heç olmasa Biləcərdən biraz o yüzden bir nüfuz olmalıdır da bu. Bir kənardan baxan görməli ki, bu mətbuat bunu yazırsa, deməli düz yazır. Bu da yazmırsa, nə yazır? Bunların indiki o idarə etdiyi mətbuatların heç biri Biləcərdən o yüzden səs çıxmır. Oturub ancaq pul yeməklə məşğuldur və bunlar mətbuata vermir pulu. Bunlar pulu fərdə verir. Mən qəzetimi o vaxt çıxardım, mənim qəzetim ayda 11 min, 12 min qəzetin devriyəsi var idi. Onunla mən mətbənin də pulunu verirdim, işçilərin də maaşını verirdim, ümumi bəzi rasxodlar var idi, onları eləyirdim. Özüm də onunla dolanırdım. Yəni qəzetin satışı ilə zaten biz belə dolanırdıq. Amma normal dolanırdıq. Heç kimə ehtiyacımız yox idi. Kimsə gətirib bizə rüşvət təklif edəndə biz o rüşvəti qapıdan rədd edirdik. Təbii ki, indi də rüşvət götürəsi deyil, amma iyanə olar. Kiməsə xidmət edirəm, kiməsə mən ona hüquqi dəstək verirəm, media, informasiya dəstək verirəm. O gəlir mənim zəhmətimin haqqı olaraq bir 50-100 manat nəsə bir hörmət edirsə, iyanə verirsə, o ana südü kimi halaldır. Onu kimsə rüşvət hesab edirsə, o artıq heç nədən xəbər yoxdur, adam deyil. Əgər elə şey kimsə rüşvət hesab edirsə, o adam deyil. Belə məsələlər var. İndi biz danışdıqca sözlər çıxır, danışdıqca mövzu böyüyür. Mən artıq 28 ildən artıqdır. 30 ili haqlayıram mən mətbuat aləmində. Günə-gün fəaliyyət göstərmişəm. Günə-gün. Yəni fasiləm olmayıb da. 30 ilə yaxındır. Bizim də başımıza çox işlər gəlibdi, çox şeylər görmüşük, yazmışıq. Yazdıqlarımız o məmurlar, oliqarx məmurlar var idi. Bunların hamısı da işdən azad olunub. Məsələn, o vaxtı var idi, Ziyad Məmmədov var idi, obrisi var idi, bandit qruplaşmalar var idi. Məsələn, gəmisilik zavodu var idi, orada milyardlar yeyilirdi. Bilirsiniz ki, gəmisilik zavodunda o gəminin rəhlənməsi, onun... Aydın adında bir şəxs. Qüdrət var idi orada, oranın rəhbəri Qüdrət idi. Bu da Əhməd İsmailov da oranın aparat rəhbəri olubdu. Həmin zavodunda, həmin gəmisilik zavodunda prezidentin göstərişindən də bağlandı. Niyə? Rüşvət, korrupsiya bataqlığı idi ora. Oranı bağladı, ləğv olundu, getdi.
Bu adam da orada işləyib ha. Xəzər dəniz Ha. gəmiçiliyi. Ya məsələn yazırdıq Nəqliyyat Nazirliyindən, o Ziya Məmmədovun qurduğu imperiyadan, o maxinasiyalardan, o rüşvət, korrupsiyadan, yol yeyintiləri, körpü yeyintiləri, nə bilim nələr hamısından. Və sonunda nə oldu? Ziya Məmmədov da yola salındı, getdi. Yenə də Əhməd İsmailov həmin o Nəqliyyat Nazirliyində, hüquq şöbəsində işləyibdi. Adam korrupsiya görüb. Adam bataqlıqdan çıxıb gəlib. Bunun mətbuatda, şəffaflıqda nə iş ola bilər? Bax, buna diqqət eləsinlər. Əgər ölkənin hüquq mühafizə orqanlarında, məsələn, yaxşı bilənlər varsa, məsələn, Dövlət Təhlükəsizlik Xidməti əsas işlə bu məşğul olmalıdır. Bilirsə, buyursun, hərəkət eləsin. O deyir, tülkü tülkülünü sübut eləyincə dərisi boğazından çıxır. Biz nəyisə sübut eləyincə 2012-dən 2018-ə kimi anadan əmdiyim süd burnundan gəldi, müflis oldum. Axırda da məlum oldu ki, mən dediklərim hamısı düz idi. Ramiz Mehdi də mənim bir dəqiqə qəzetimin arxivini qaldır. Deyərsən ki, Şirin, sən bu günə kimi nə yaxşı salamat qalıbsan. Yəni, belə bir adamlardan sən belə bir yazılar yazırsan. Hamısını asıb töymüşəm ortaya. Arxiv var məndə. Mən arxivəm. Başdan ayağa arxivəm. Sadəcə bizi eşidən yoxdur. Bəlkə də eşidirlər. Verilişimizə sona yetir. Yəni biz burada, hörmətli izləyicilər, biz burada çoxlu danışa bilərik, çox fikirlər yürüdə bilərik, amma bizim verilişimizə ayrılan bir vaxt var ki, o sona yetir, sona çatır. Mən burada bir şey demək istəyirəm ki, bayaq da veriliş ərəfəsində vurğuladım. Yəni, dünya praktikasında belə bir nümunə var ki, xəyanətkarları həmişə hakimiyyətdən uzaqlaşdırmaq istəyərkən, onları köklü şəkildə hakimiyyətdən uzaqlaşdırılmaq lazımdır. Yəni, bugün əgər Ramiz Mehdiyevin vaxtı ilə xeyir duası ilə vəzifəyə gəlmiş insanlar var ki, bugün dövlətin mühüm əhəmiyyətli vəzifələrini tuturlar, dövlətdə mühüm postları tuturlar. Bu insanlar, biz deyə bilmərik ki, sabahları Ramiz Mehdiyev hansı bir həbsxana yatsa, onlar ölkədə çaxnaşma yaratmazlar, onlar ölkədə hansı bir hərcimərcilik yaratmazlar. Ona görə də bu nümunədən 2016-cı ildə Türkiyə istifadə elədi, Erdoğan hakimiyyəti istifadə elədi və o vaxtki devirdəki Türkiyədə hərcimərcilik yaradıb, Türkiyəyə xəyanət edən insanlar var idi, vəzifədə oturmuş bir çox generallar, bir çox ali rütbəli şəxslər var idi ki, hamısını qısa bir zaman ərzində dövlət o 2016-cı il çevrilişindən sonra vəzifədən, hakimiyyətdən, ümumiyyətlə Türkiyənin siyasi səhnəsindən kənarlaşdırdı ki, bugün onun hesabına Türkiyə böyük imkanlara, böyük gücə bir sahib və dünyada, regionda sözünü demiş bir dövlətə çevrilib. Mən də inanıram ki, Şirin müəllim, dövlətimiz də yaranmış bu imkandan, yaranmış bu vəziyyətdən istifadə edib, belə xəyanətkarları və belə vaxtı ilə Ramiz Mehdiyevə gələcəkdə dövlətimiz zərər görməsin, ölkəmiz zərər görməsin, xalqımız zərər görməsin, dövlətçiliyimiz zərər görməsin naminə belə şəxsləri qısa zaman ərzində vəzifədən, hakimiyyətdən kənarlaşdıracaqlar. Baxın, bunların bizə qarşı olan iddialarına baxın. Gör nə yazır? Yazır ki, Gündən Xəbər adlı mətbuatın qara ləkəsinin arxasında böyük imperiyalara malik qara qüvvələr dayanır. İşitməyə bax ha. Sonra gəlir 3-cü başlıq. Mətbələr, Mətbuat Şurasının göstərişə bax, qəzetə bax, sənin qəzetin verdiyi əmrə bax. Gör, nə qədər qəzetçilik sırasından çıxıb, səlahiyyətləri aşıblar. Mətbələr Mətbuat Şurasının qara siyahısına düşən rekordlərin nəşrindən imtina etməlidirlər. Və onların da hünəri nədə etməsin? Bunlar göstəriş verir artıq. Bilirsiniz, o vaxt ki, təzyiqlərə məruz qalanda bizik, bugün də təzyiqlərə məruz qalan bizik, saytımızı bloklayırlar, eləyirlər. Yenə də daha çox imkanlı kimlərdir? Mən buradan üzümü... Bugünkü xəyanətkar, bugünkü dövlət çevrilişinə cəhd eləyən, bugünkü ölkədə hərcimərcilik yaratmaq istəyən Ramiz Mehdiyев və ona qul kimi, necə deyərlər, tənzim eləyən şəxslər. Bəli, o vaxt Əli Həsənova alternativ bir addım atan bir normal bir məmur var idi. Var, indi də var. Məsələn, adını da elə açıq deyim. Yəni, üzümü də elə ona tutub deyirəm ki, yəni, nə oldu bugün mən niyə belə qaldım? Mən Altay Həsənovu adını çəkmək istəyirəm. Altay Həsənov vitse-prezidentin aparat rəhbəridir. Bu, Əli Həsənova qarşı gözəl bir argumentlər qoydu və Əli Həsənovu ifşa elədi. Altay müəllim. Bəli, hökumətə də göstərdi ki, bu işlə məşğuldur.
Məsələn, tutaq ki, görüləsi 50 manatlıq işi bu 1 milyon büdcədən pul çıxardır. Bunların hamısını dövlət rəhbərliyindən sübut elədi adam. Və həmən vaxtda mən Ələsənovla burun-buruna döyüşürdüm. Və mənim də o əsaslı yazılarımdan da onlar lazım olan yerdə də istifadə edirdilər. Nə bilim, sosial şəbəkələrdə, saytlarda istifadə edirdilər. Yəni bu Ələsənovu ifşa eləmək ərəfəsi idi ki, bu budur. İndi nə oldu ay Altay müəllim? Mən indi o vaxtda belə, bu vaxtda belə sizə də bir vaxt çatar. Tanrım ki, hatta insan nə qədər narazı olar. Hörmətli izləyicilər, bizim bugünkü Gündəm Xəbər redaksiyasının, qəzetinin baş redaktoru olan Şirin Cəfərli ilə apardığımız ictimai-siyasi müzakirə verilişi sona çatır və biz bu mövzuda, bu aspektdə yeni verilişlərlə inşallah görüşənədək. Sağ ol. Sağ olun.